evimden didərgin düşmüşəm. Gedib Zaratda bir boş ev tapıb orada sığınmışam mən. Mən kimə deyim dərdimi, hara deyim dərdimi? Bu var paltaryan maşın idi. Kreditle götürmüştüm, yanıb işləmir. O gün buradan ilan çıxıb. İlan. Gətim ilan dərman səhmişəm. Aprelin 16-sında olan intensiv yağışlardan sonra Xızının Sitalçay kəndində arzu olunmaz vəziyyət yaranıb. Qaynar xəttimizə müraciət edən sakinlər bildirirlər ki, həyətyanı sahələr və evlər suyun altında qalıb. Günlərdir ki, vəziyyət belədir. Ümumilikdə 2000-ə yaxın əhalinin yaşadığı 270 evin olduğu kənddə 65 ev tamamilə suyun altında qalıb. Sakinlər çıxılmaz vəziyyətə düşüblər. Zərər çəkənlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, bugünə qədər heç bir müsbət cavab ala bilməyiblər. Onların sözlərinə görə evlərdə yaşayış mümkün deyil və maddi zərər kifayət qədər böyükdür. Yaranan vəziyyətdən sonra ev əşyaları suyun içində qalıb və yararsız vəziyyətə düşüb. Hətta bəzi sakinlər evlərini tərk etmək məcburiyyətində qalıblar. Onlar qonşularının və yaxud başqa bir kəndlərə köçərək orada yaşamağa qərar veriblər. Əvvəla bu senin işi değildi. Kanalımız var idi. Motoru işləmədi, bu kəndi su bastı. Buradan fabrik dəmir yolu çəkib özü üçün. Bir yekə torba qoymadı bu su alsın, qabağına geçsin. Qayıtdı, su üstümüzə gəldi. Yoldaşım var atanın qabağında 5 dəqiqənin içində canı çıxmışdı. Əgər burada olan mühafizə işçiləri bizim harayımıza çatmadı. Gecə mən o qədər qışqırdım ki, harayıma heç kim gəlmədi, o uşaqlar sonradan sonra gəldi. 15 gündür bir adam gəlib maraqlanmayıb. Bugün kənd sovetində demişəm, xaric işinə Yalbayxan gəlib baxıb, deyir, gəldim, açdım qapımı, bax, gücüm buna gelir. Mənim başqadır, heç cürə sənin imkanım yoxdur. Yazı vermişik, icrada qərar vermişik. Oradan sizə nə vaxt olsa köməkli eləyəcək. Xızı rayon İcra Hakimiyyəti başçısının Sitalçay kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli İbrahimov sorğumuza cavab olaraq bildirib ki, kəndə sel sularının gəlməsindən sonra aprelin 17-dən 20-sinədək Fövqəladə Hallar Nazirliyinin 3 briqadası ərazidə xidmət apararaq evlərdən suyun çəkilməsini və sakinlərin təxliyəsini həyata keçirib. Bundan əlavə suyun çəkilməsi üçün bələdiyyə tərəfindən kəndə 2 ədəd motopompa verilib. İcra nümayəndəliyi tərəfindən hər bir evə baxış keçirilib. Dəymiş ziyanlar hesablanıb və aidiyyatı üzrə yönləndirilib. Dağıldı, getdi evlərim. Sökülüb deyir, bax, sökmüşəm deyir, polu, su çəkirəm oradan. Bütün şkafı içində avadanlığım batdı, qaldı. İşlənməyən avadanlıqlarım bax, paltar yanım. 10 gün, 12 gündür ki, mənim valideynlərim qohum əqrəb evində qalırlar. Bir də bax, mənim evimin şəraiti, evimdə heç bir şey işləmir ki, yəni ki, mən bunu götürüm gəlin valideynlərimi burada evində şiirində qalsınlar. Uşaqları aparmışam, hərsini bir də evdə yerləşdirmişəm. Qalmışam küçənin ortasında. Bax, çənim düşüb partlayıb. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, Xızı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən yağıntıların yağdığı ilk günlərdən Sitalçay kəndinə texnikalar cəlb edilib və su basmanın fəsadlarının aradan qaldırılması, ərazilərə yığılan suların kənarlaşdırılması istiqamətində işlər görülüb. Şəmistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.